7 il öncə öz sağlamlıq narahatlıqlarıma görə qida pəhrizimi dəyişəndə demək olar ki, heç kim mənə dəstək olmamışdı. Bizim cəmiyyətdə var axı, əgər xaricdə hər hansı bir seçiminə müdaxilə edilmirsə, normal yanaşılırsa və hətta dəstək olurlarsa, burada əksinə mütləq burnunu soxacaqlar, həvəsdən salmağa çalışacaqlar və ya qınayacaqlar. Ona görə də okeydir hər şey. Məsələ orasındadır ki, hər kəsin bir ağlı var və hər kəs ancaq öz dünya görüşü qədər nəyisə qavraya bilər. Və əgər sən nəyisə başa düşmürsənsə, qınamaq əvəzinə oxu, araşdır, maariflən, özün üçün daha faydalı olacaq. Bu onlara çatmır da. Və bilirsiniz, bu məsələnin bir maraqlı tərəfi də odur ki, indi həmən adamların özlərinə, kimisinə süddən, qatıqdan imtina etməyə tövsiyə edib həkimləri, kimisinə ağ çörəyi ümumiyyətlə yığışdırmağı, birisi artıq yumurta yemir, birisi səhərlər yürüyüş yapmağa başlayıbdı. Bunları gərək 50-60 yaşınıza çatanda hansısa ağ xalatlı birisi sizə desin. Çox şükürlər olsun ki, elə bir zəmanəyə gəlmişik ki, artıq həkimlər də sağlamlıq haqqında düzgün məsləhətlər verirlər. Hansı nəticə çıxartmaq olar bu videodan? Heç vaxt heç kimi mühakimə etməyin. Düşünməyin ki, elə ancaq siz bildiyiniz həqiqətdir. Daha salamat qalacaqsınız.